İçeride ne baş verdi? Ne Bir dediler? biabırçılıq, böyük bir biabırçılıq. Bu dəqiqə mən bu məktubu burada hamıya təqdim edirəm. Cənab Prezident, bir daha sizdən xahiş edirəm. Cənab Prezident, vallah billah da ümidim sizə, mənim başqa ümidim yoxdur. Cənab Prezident, görün mənə nə yazıblar. Bunlar bu süründürməçilik deyil nəyin. Bunlar burada məndən deyir ki, biz dəyəri müəyyən eləyə bilmirik. Bunlar göstəriblər özləri ki, biz dəyəri müəyyən eləyə bilmirik. Məktubla mənə deyir ki, sən məktub yaz ki, mən sənin malına fiziki baxış keçirdim, qardaş. Buradakı problemləri həll eləmək mümkün deyil. Betonu gərəkdirəsən, özdə böyük beton. Buyurun. Cənab Prezident, sizdən xahiş edirəm. Çox yox, bir balaca vaxtınızı bilirəm, vaxtınız həqiqətən də bu xalq üçün ayırırsınız. Vətəndaşların rahatçılığı üçün vaxt ayırırsınız, çalışırsınız. Cənab Prezident, vallah billah. Yeni bir şikayet var. Şikayətdən çox şikayət deyib, başdan ayağa problemdir bu idarə. Hansı problemlerden söhbət gedir? Ekskavatorları gətirmişik, pulu ödəmişik, hər şey eləmişik, səhərsi günü bizə gətirib çıxardıqlar onlarla. 120% birdən təzəngənə artırım ediklər. Hansı məntiqlə? O azad olunur, yəni bunların buradakı bu daxili... Bilmirik də, yəni daxili qanunlardır, devlət qanunlardır, heç hansında araşdırmaq da istəmirlər, heç nə də bildirmək istəmirlər. Sizə məlumat verilmir də bundan bağlı. Peki sözü təqdim edildi. Neçə vaxtdır siz incidirlər, özü təqdim O edildi? 10 gündür maşın gəlibdir buradadır, özdə Qazaxıstan maşın üstündədir, o şofer də bizlə dalaşır, qırğın salıb ki, siz gəlin bunlardan. Mən öz ekskavatorunuzu düşürdüm, mən maşınımı götürüm, çıxım gedim. O da buraxamırıq biz onları. Sağ ol. Bəy, yeni bir şikayət çıxdı. Bilirəm, valla çoxdur şikayət. Hələ yəni o pik nöqtədədir gəlib çatıbdır. Digərləri pik nöqtədə deyil. Birini alladırlar, birini görmürsüz. Yəni burada bu günləri özü Elmir Ramazanov özü qol çəkib bu müəssisəsindən ki, mən dəyəri müəyyənləşdirə bilmirəm. Nətər müəyyənləşdirə bilmirsən? Müəyyənləşdirə bilmirlərsə, niyə burada oturublar bunlar? Qardaş, bəs sənə niyə vəsait ödənilir? Sən niyə maaş alırsan? Sən niyə büdcəyə ziyan verirsən? Sən onda burada niyə oturmusan? Ay Elmir Ramazanov. Axı sən süründürməçilik edirsən, Elmir Ramazanov. Mən bir dəfə bildirirəm. Cənab Prezident, 2000 dənə bəyannamə var, kargolar var, özünün himayə elədiyi şirkətlər var. Gəlsin bura dövlət orqanları gəlsinlər, hüquq mühafizə orqanları gəlsin. Kamran müəllim, sizdən xahiş edirəm. Kamran müəllim, cənab prokuror, sizdən xahiş edirəm. Vallah müdaxilə edin. Vəzifə saxtakarlığı, vəzifə üzrə başınalıqdır. Görün nə yazır burada. Bax məni çağırıb içəri deyir ki, Nərgiz Həmidova deyir ki, mən dəyəri müəyyən eləyə bilmirəm. Deyirəm sən onda niyə oturmusan burada? Nərgiz Həmidova nə vəzifənin sahibidir burada? Yəni ən ağıllısı vəzifəsi. Əvvəl hər şeyi bilir. var idi. Hər şeyi bilir. Deyir mən hər şeyi bilirəm. Başım mən müəyyən elə bilməm. Hər şeyi bilir. Qrup rəhbəridir, amma dəyəri müəyyənləşdirə Qrup bilmir. rəhbəridir. Bəli, bu maldan gəlibdi. Deyirsən bu malın deyir göstərməlisən. Mənə deyir ki, malın ticarət nişanı, markasının artikulunu mən də göstərirəm Nərgiz ki. Həmidova siz sual vermədiniz ki, hansı savadla gəlib burada oturmusunuz və səncə müəyyənləşdirə bilirsiniz? Valla çox sual vermişəm. Ancaq gülür Kamil ya, müəllim, anlamır, son başa sözləri nə düşmür. oldu? Son sözləri heç nə. Deyir ki, sən mənə məktub yaz. Mən sənin məktubun əsasında götürüm açım fiziki baxış edeyim. Deyirəm qardaş, mən gətirmişəm malı. Sən indi bunu müəyyən eləməsən, nə edəcəksən? Müəyyənləşdirə bilmirsə özü niyə fiziki baxış Ha keçir? keçir də bəli. yazın. Ay görsən sən heç gömrükçü deyilsən. Sən baxmalısan. Qardaşım sən heç gömrükçü deyilsən, heç zaten jurnalistsən. Sənin savadın çoxdur. Vallah billah bulan savadı yoxdur. Quran and olsun. Nə danışırsan? Necə? Növbəti addım. Növbətdə addım getdi Gölbək Gömrük Konsolosluğunun qabağına. Şahin müəllim gəlirəm. Cənab Prezident, bu günləri, günün axırına kimi Prezident administrasiyasının qarşısına da gələcəm. Mən sübut edəcəm ki, bax saxtakarlıq budur. Rəsmi keçiblər, rəsmi saxtakarlıq. Elmir Ramazanov məndən qisas alır. Mən bu günləri sübut edəcəm. Kamran müəllim Əliyev, xahiş edirəm bu vəzifə üzbəşə 308, 307 hamısı burdadılar. Bunlar bununla məşğuldurlar Kamran müəllim. Vallah billah bura bir dənə gəlməlidirlər, bunlar bir dənə yaxşı yoxlamalıdırlar. Bunlar baxmalıdırlar ki, bu nə yazı baxır qardaş? Sən niyə öz vəzifəvi icra eləmirsən? Sənin öz daxili təlimatın var. Sən daxili təlimatını mənə, vətəndaşa tətbiq edə bilməzsən. Kamran müəllim Əsədov. Kamran Əsədov səhv eləmirəmsə də düzdür. Kamil müəllim, bu neçə müddətdir siz burada etirazınızı edirsiniz və dəfələrlə də çıxışınızda Bir dənə şey deyəcəm. Nərgiz xanım oradan çıxdı. Nərgiz xanım elə həmişə burada var idi. Nərgiz xanım bütün inspektorlardan ağıllıdır. Hamısını da bilir. Elmir Ramazanov da regulovka qiymətlər verir. müəyyənləşdirir. Yox, bir dənə məsələ var. Bir dənə məsələ yaxşı yadıma düşdü. Cənab Prezident, büdcənin 40-50% buradan formalaşır. Həqiqətən buradan formalaşır.
İndi gəlin bir dənə fikir edin. Qardaş büdcənin Necə formalaşır Bir ki, dəqiqə. əməkdaşları 5 ayda maaş ala bilmir? Yox, indi bax mən onu deyirəm də. Görün burada formalaşır. Gör, elə özün deyirsən müəllim. Əgər maaş ala bilmirsə, hansısa bir saxtakarlıq var. Hətta Bu boyda getmişdə Ay qardaş heç nə əlavə demirəm. fondlarının Müəllim, kimi belə xahiş məktub edirəm. yazmışlar. Xahiş edirəm. Diqqətlə bir dəqiqə. Əgər bu məktubu, saxta məktubu mənə verirsə, büdcənin formalaşıb buradan keçirsə, maaşları verə bilmirlərsə, məzuniyyətdən həm saxtakarlıq edirlər, nəsə onu edirlər. Qardaş büdcənin başından oyun açırlar bunlar. Heç nə. Mənim sözüm Real yoxdur. büdcəni, Görün doldurmurlar. büdcənin başından oyun açırlar. Kimə veriblər ki, deyir ki, mən təyin edə bilmirəm. Sən dəyəri müəyyən edə bilmirsənsə, sən büdcəni necə formalaşdırırsan? Sən necə göndərirsən bu pulları ora Büdcəni də bura? yarım yaylıq formalaşdırırlar da. Ha, qardaş. Ölkə rəhbərinə, Maliyyə Nazirliyində görürsən ki, yalan məlumatlar verir. Xeyr, mən deyim necə? Mən deyim. Deməli, hər bir dəqiqə, mən bir dənə şey göstərim. Bax bu məktubdan hər bir burada bəyannamə verən şirkətə versələr, xanım. Vallahi billah bir dənə hesablayın da hava çıxacaqlar. Nətər olur onlara vermirsən, mənə verirsən. Nətər olur, hamısı düzgün təyin edir. Gəlin bir dənə yoxlama gəlsin bura, bir dənə idarə gəlsin, audit standart gəlsin. var, onu da burada verir. Bəli, müəllim, cənab prezident Qanunda da bu danışdıqları hamısı qadağan da buradadır. cinayət taxıb o ikili yanaşma. Qardaş, bəs qohumbazlıq, kili standart, onu ötür, bunu çölə burax, buna yaxın getmə, ona dəymə, Ramil Əslanov gələndə götür saxla. Ətrafını Buyur, toplayıb siyasətini icra edir də. bəs müəllim, mən onu demək istəyirəm yenə də. Mən onsuz da gəlirəm Emin Şahin müəllim. Ramazanov nə etmək istəyir? Şahin Bağırovu vəzifəsindən düşürmək istəyir, yoxsa nədir bu atdığı addımların məqsədi? Emin Ramazanovun bir dənə prinsipi varsa həyatda o da mənəm. Emin Ramazanovun bir dənə prinsipi varsa mənəm və yenə də buradan demək istəyirəm ki, ölkədə narazılıqları, bax gördünüz narazılıq kişi. Yəni hələ çoxsu susur. Vallahi billah bu narazı kütlənin formalaşdırılmasında Elmin Ramazanovun bu günləri